نستغفره ونعوذ بالله من شرور أنفسنا ومن أعمالنا ما يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid kitabının şərhini davam etdiririk. Müəllif rahimehullah bu bölümdə şəhadət kəlməsinə dəvət etmək, çağırmaq bölümünü açır və bundan əvvəlki bölümlərdə tövhidi gerçəkləşdirmək, şirkdən qorxmaq bölümünü gətirdikdən sonra bu bölümü insan özündə tövhidi gerçəkləşdirdikdən sonra və əksi olan şirkdən uzaqlaşdıkdan sonra insanları da buna çağırmalıdır, dəvət etməlidir. Yəni insan sözsüz ki, tövhidi, la ilahe illallah kəlməsini öyrənib gerçəkləşdirdiyi zaman dünyanın əsl xoşbəxtçiliyini əldə edir. O ləzzəti əldə edir və bundan sonra çalışmalıdır ki, o ləzzəti başqaları ilə bölüşsün. Yəni xəsislik eləməsin. Və müəllif rahimehullah dəlil olaraq Yusuf surəsi 108-ci ayəni gətirdi və bu ayədə keçdi ki, qul hadihi səbilə əd'u ilallah. De ki, bu mənim yolumdur, mən Allaha çağırıram. Alə basiratin ənə və mən ittəbə'ni. Bəsirət üzərində çağırıram mən və mənə tabi olanlardan. Yəni bu da onu bildirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu gedən kimsələr dəvət etməlidir. Və eyni zamanda dəvətlərini bəsirət üzərində, yəni elm üzərində aparmalıdırlar. Əgər bir insan özünü Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu gedənlərdən olduğunu iddia edirsə və dəvət etmirsə, onu həqiqi ardıcılarından, tabiçilərindən sayılmır. Və yaxud da dəvət edir, lakin dəvətini elm üzərində, bəsirət üzərində aparmırsa, yenə Peyğəmbər sallallahu aleyhi və səlləmin həqiqi ardıcılarından sayılmır. Və həmçinin burada müəllif rahimehullah qeyd elədi ki, əd'u ilallah sözü ixlasa işarədir. Əd'u ilallah. Yəni bu da onu bildirir ki, insan dəvət etdiyi zaman ixlaslı olmalıdır, Allaha çağırmalıdır. Mən Allaha çağırıram. De ki, bu mənim yolumdur, Allaha çağırıram. Və deyir ki, bir çox insanlar haqqı danışmaqla yanaşı Allaha yox, nəfslərinə çağırırlar, özlərinə çağırırlar. Və buna görə də insan bunun üzərində çox çalışmalıdır. Əgər insan həqiqətən Allaha çağırırsa, yəni onun üçün fərqi olmamalıdır. Tövhidə gələn insanların çoxalması ilə sevinməlidir. İstəyir özünün səbəbi ilə, əli ilə olsun və yaxud da başqa bir insanın səbəbi ilə. Yox, əgər özünün səbəbi ilə artdığı zaman sevinirsə, başqasının əli ilə artdığı zaman sevinmirsə, kədərlənirsə, o artıq problemdir. Deməli, o deməkdir ki, o Allaha çağırmır. Allaha çağırmır, yəni özünə çağırır. Və buna görə də insan, əgər ixlas varsa, dəvətdə ixlaslıdırsa, yəni insanların, yəni tövhid əhlinin, Allaha şərik qoşmayan insanların çoxalmasıyla sevinməlidir. Və bundan sonra hədisini götürdük, müəllif rahimehullah bu hədisi dəlil gətirmiş və burada da Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz radiyallahu anh'a tövsiyə edir ki, sən əhli kitabdan olan bir qövmün yanına gedirsən və onları ilk çağırdığın la ilahe illallah kəlməsi olsun. Allahı təkləşdirmək. Əgər onlar bunu qəbul etsələr, namazı buyur. Əgər bunu da qəbul etsələr, zəkatı onlara buyur və hansı ki o zəkat onların zənginlərindən götürülərək kasıblarına verilir və həmçinin zəkat götürdüyün zaman onların ən qiymətli malını götürməkdən həzər et və həmçinin məzlumun duasından çəkin, çünki məzlumun duası ilə Allah arasında pərdə yoxdur. Və burada hədisin bu dəlil olan hissəsi odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilk çağırdığın la ilahe illallah olmalıdır. Yəni baxmayaraq ki, onlar əhli kitab idi. Yəni onlarda elm var idi. Onlar la ilahe illallah bilirdilər. Yenə bununla yanaşı Peyğəmbər sallallahu aleyhi və səlləm onları la ilahe illallaha çağırmağa tövsiyə edir. Və həmçinin faydalardan oldu ki, yəni insan dəvətə getdiyi zaman hazır olmalıdır. Sən əhli kitabdan olan kimsələrin yanına gedirsən, yəni onlarda elm var, öz hazırlığını gör. Və bu da onu bildirir ki, dəvət edərkən insan dəvət olunanların halını bilməlidir. Dəvət olunanların halını. Və bundan sonra bugün götürəcəyimiz hədis isə Səhl ibn Sa'd radiyallahu anhudan gəlir. Yenə şəhadət kəlməsinə dəvət etmək, çağırmaq vermişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günündə "U'tiyennər rayətə qadən rəculan yuhibbullaha və rasuləh və yuhibbuhullahu və rasuluh. Yəftəhullahu alə yədeyh." Mən bu bayrağı sabah elə bir kişiyə verəcəyəm ki, o Allahı və Rasulunu sevir. Allah və Rasulu da onu sevir. Allah Teala onun əli ilə fəth edəcəkdir. Fəbədən nəsu yədukun leylətəhum eyyuhum yu'tah. Yəni həmən gecə
insanlar hamısı fikirləşir ki, görəsən o kimə veriləcək, onlardan hansına veriləcək. Peyğəmbər sallallahu əleyhi və səlləm ad çəkmir. Deyir ki, mən elə bir kişiyə verəcəm ki, o Allah və Rasulunu sevir, Allah və Rasul onu sevir. Fələmmə asbahu gadav alə Rasulillahi sallallahu aleyhi və səlləm kulluhum yarcu ən yu'taha. Və sabahladıkları zaman onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlirlər və onlardan hər biri o bayrağın ona verilməsini ümid edirdi. Fəqalə əynə Ali ibn Əbi Talib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ali ibn Əbi Talib hardadır? Fəqilə huvə yeştəki ayneyhi. Deyirlər ki, gözlərində ağrı var, yəni gözlərindən şikayətlənir. Arsalu ileyhi fə utiyə bihi. Yəni adam göndərirlər və Əli radiyallahu anhunu gətirirlər. Fə basaqa fi ayneyhi və da'a lehu fə bara'a kəəlləm yekun bihi vəcə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anhın gözlərinə tüpürür və sağalır. Elə bil ki, onda yəni ağrı heç vaxt olmamışdır. Fə'atahu raya. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bayrağı ona verir. Və deyir ki, unfud alə rislikə həttə tənzilə bisəhətihim thumma d'uhum iləl-İslam və axbirhum bimə yecib aleyh min haqqillahi teala fihim. Sən sakitcə döyüş meydanına get. Yəni döyüş meydanına çatana qədər sakitcə get, sonra onları İslam'a çağır. Və axbirhum bimə yecib aleyh min haqqillahi teala fihi. Və onların üzərində olan Allahın vacib olan haqqını xəbər ver. Və sonra buyurur ki, فَوَاللّٰهِ لَا يَهْدِيَ اللّٰهُ بِكَ رَجُلًا وَاحِدًا خَيْرٌ لَكَ مِنْ حُمْرِ النَّعَمِ. Allah'a and olsun ki, Allah Teala'nın sənin səbəbinlə bir insanı hidayət etməsi qırmızı dəvə sürüsündən daha xeyirlidir. Yəni o vaxt qırmızı dəvələr ən qiymətli dəvələr sayılırdı. Yəni ümumi mənası odur ki, dünya və içərisindəkilərdən daha xeyirlidir. Sənin səbəbinlə bir insanın hidayətə gəlməsi, doğru yola gəlməsi. Və bu hədis Səhl ibn Sə'd radiyallahu anhudan rivayət olunur və müəllif rahimehullah bu bölümün altında gətirmişdir. La ilahe illallah şəhadətinə dəvət etmək bölümündə. Və bunu da bu bölümü gətirməkdən də məqsəd tövhidə dəvətin əhəmiyyətini bildirmək üçün. Tövhidə dəvət peyğəmbərlərin və onların yolunu gedən insanların vəzifəsi olub. Və İbn Abbas radiyallahu anh hədisində də götürdük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Muazza göndərəndə deyir ki, onlar ilk çağırdığın la ilahe illallah şəhadəti olsun. Və həmçinin bu hədisdə də yenə Peyğəmbər sallallahu aleyhi və səlləm Ali ibn Əbi Talib radiyallahu anh'a Xeybər günündə bayrağı verir, döyüş bayrağını və ona əsas tövhidi onlara bəyan etməsini, vacib olan haqqı bəyan etməsini buyurur. Və bu da tövhidin fəzilətinə və savabının nə qədər böyük olmasına dəlalət edir. Səhl radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər günündə belə dedi. Yəni yevmu qazvati Xeybər, yəni nəzərdə tutulan Xeybər qazvasında, yəni döyüşü günündə və hansı ki bu döyüş müsəlmanlarla Yahudilər arasında olmuşdur. Xeybər adlanan məntəqədə. O həmən günündə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən bu bayrağı sabah bir kişiyə verəcəm. O kişi Allahı və Rasulunu sevir. Allah və Rasul da onu sevir. Allah Teala da onun əli ilə zəfər verəcəkdir, fəth verəcəkdir. Demək, bu söz özü özlüyündə böyük bir müjdədir. Yəni fəthin, zəfərin olacağını, yəni Xeybər fəthinin. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm sabahsı günü bayrağı vermək haqqında xəbər verir və həmən kişi və Rasul onu sevir. Və elm əhli də gətirir ki, bu hissəsi Peyğəmbər sallallahu aleyhi və səlləmin peyğəmbərliyinə dəlalət edən əlamətlərdən sayılır. Yəni, Peyğəmbərdir ki, yəni bilir ki, o Allahı və Rasulunu sevir, Allah və Rasul da onu sevir. Yəni Allah Teala tərəfindən bildirildiyinə görə, Peyğəmbər olduğuna görə bilir, yoxsa hardan biləsiydi. Və həmçinin burada böyük bir müjdə də fəthin olmasıdır. Və səhərsi gün artıq fəth olacaq və Peyğəmbər sallallahu aleyhi və səlləm o fəthin olması ilə, zəfərin olması ilə onları müjdələyir. Deməli, mən o bayrağı bir kişiyə verəcəm, Allahı və Rasulunu sevir, Allah və Rasulü onun vəsfi keçir, Allahı və Rasulunu sevir. Yəni, bu da həmən insanın iman məqamını tamamlamasına işarədir. Yəni, iman dərəcəsini. Yəni, çünki
Bunu sevmək dinin əsas dayaqlarındandır. Kim həqiqətən Allahı sadiq şəkildə sevərsə, dini xalis, təmiz şəkildə Allaha aid edər, Allaha yönəldər. Kim Allahı, Rasulunu sevərsə, doğru şəkildə onun yoluna tabi olar. Yəni, bidət verməz. Bir insan ki, ibadətində başqasını Allaha şərik qoşur və Allaha olan sevgisində ortaq tutur, o insan Allaha olan sevgisində sadiq sayıla bilməz. Əgər sadiq olsaydı, onun sevgisi saf olardı, təmiz olardı. Yəni, başqa şeyləri ora qarışdırmazdı, şərikləri qarışdırmazdı. Və buna görə Allah Teala Bəqərə surəsi 165-ci ayədə buyurur ki: "Və minən nas men yettexidu min dunillahi andadan yuhibbunhum kahubbillah vellezina amanu eşeddu hubban lillah." Yəni insanlardan elələri vardır ki, Allahdan başqalarını ortaq tutaraq Allah kimi sevirlər. Allahı sevdikləri kimi sevirlər. Amma iman gətirənlərin Allaha olan sevgisi isə daha şiddətlidir. Çünki möminlərin sevgisi təmizdir, xalisdir. Amma müşriklərin sevgisi isə şirklə yanaşıdır. Yəni ortaq tutaraq sevirlər. Ona görə onların sevgisi xalis sayılmır. Deməli, Allaha olan sevgi qəlbdə sadiq şəkildə hasıl olur. Və sadiq sevgidə Peyğəmbər sallallahu əleyhi olarsa, deməli, bu o sevgi insanların Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunu getməyi və onun dediklərini yerinə yetirməyi və onun qadağalarından çəkinməyi gərəkdirir, tələb edir. Amma bir insan ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi sevdiyini iddia edir, amma sonra ona tabi olmursa, dində yeniliklərə yol verirsə və yaxud əmrini yerinə yetirmirsə, qadağalarından çəkinmirsə, deməkdir ki, onun sevgisi həqiqi sevgi yox, quru sevgidir. Allah Teala buyurur: "Kul in kuntum tuhibbunallaha fettabi'uni yuhibbukumullah və yaghfir lakum zunubakum." Deyir ki, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun, onda Allah sizi sevər və günahlarınızı bağışlayar. Deməli, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun. Yəni, Peyğəmbərə sallallahu aleyhi və səlləmə. Yəni, bu da onu bildirir ki, insan əgər Allahı sevirsə, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmalıdır. Və sonra buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm Allah və Rasul sevir. O, Allah və Rasulunu sevir, Allah və Rasul da onu sevir. Həqiqətən bu böyük bir savabdır, mükafatdır. O sevginin mükafatıdır, onun səmərəsidir. O, Allah və Rasulunu sevir və Allah və Rasul da onu sevir. Birincisi, burada alınan faydalardan Allahın sevməsini isbatı. Yəni, Allah Teala sevir. Allahın sevgisi də öz cəlalına layiq şəkildir. Kiminsə sevgisinə bənzəmir. Və həmçinin bu sevgi də Quran və sünnə ilə sabitdir. Quranda Allah Teala buyurur: "Kul in kuntum tuhibbunallah fettabi'uni yuhibbukumullah." De ki, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun, onda Allah sizi sevər. Allah Teala sizi sevər. Deməli, olduğu kimi isbat olunmalı. Allah Teala sevir, sevmək sifəti var. Amma Allah Teala'nın sevməsi, necə ki, əhl-i sünnə əsas qaydalara əsasən o sevgisi də Allahın cəlalına layiq şəkildədir. Yuhibbuhum və yuhibbunəh. Həmçinin başqa ayədə buyurur: Allah Teala onları sevir, onlar da Allahı sevirlər. Və bu deməli Quranda və sünnədə sabitdir. Və sünnədə də həmçinin ilahi hədisdə Allah Teala buyurur: "Mə təqarrəbə ileyyə abdi bi şeyin əhabbə ileyyə mimmə iftaradtu aleyh." Yəni ən çox yaxınlaşdıran, mənə ən sevimli olan fərz etdiyim ibadətlərdir. "Və mə yəzəlu abdi yetəqarrəbə ileyyə bin nəvafil həttə uhibbə." Yəni qulum mənə tərəf nafilə ibadətlərlə yaxınlaşmaqla davam edərsə, nəhayət mən onu sevərəm. Nəhayət mən onu sevərəm. Bu da dəlildir ki, sünnədən Allah Teala'nın sevməsinə. فَإِذَا أَحْبَبْتُهُ كُنْتُ سَمْعَهُ الَّذِي يَسْمَعُ بِهِ وَبَصَرَهُ الَّذِي يُبْصِرُ بِهِ وَيَدَهُ الَّتِي يَبْطِشُ بِهَا وَرِجْلَهُ الَّتِي يَمْشِي بِهَا وَإِنْ سَأَلَنِ لَأُعْطِيَنَّهُ وَلَنِ اسْتَعَاذَنِ لَأُعِيذَنَّهُ. Əgər mən onu sevdimsə, onu eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Əgər məndən bir şey istəsə, istədiyini verərəm, mənə sığarsa onu qoruyaram. Deməli, insan fərzləri qoruduqdan sonra, nafilələr də davamiyyətli olarsa, artıq elə bir dərəcəyə çatır ki, dua etdisə, duası qəbul olur. İstədisə Allah Teala istədiyini verir, sığındısa Allah Teala dərhal onu qoruyur. Və sonra buyurur ki, Allah Teala onun səbəbi ilə zəfər verəcəkdir, onun əli ilə. Yəni Xeybər fəthi onun əli ilə hasil olacaqdır. Görəsən, bu əzəmətli vəsf kimin vəsfidir? Fəbətən nəsu yədukuna leylətəhum eyyuhum yu'taha. Sahabə deyir ki, həmən gecə bütün insanlar yəni fikirləşməkdə gecəni keçirirlər. Görəsən kimə veriləcəkdir? Yəni gecəni sorğu-sualla keçirirlər.
görəsən bu bayraq kimə veriləcəkdir? Yəni onlardan hər biri istəyirdi ki, bu dərəcəyə, bu əzəmətli, şərəfli məqama nail olsunlar. Və kullu vahid minhum haris. Yəni onlardan hər biri Allahı və Rasulunu sevir, Allah və Rasulü onu sevir. Hətta Umar radiyallahu anh deyir ki, mə əhbəbtul imarətə illə yevmə idin. Mən deyir, başçılığı ortaya o vaxt istədim deyir. Yəni ümumiyyətlə başçılığı əmirliyi istəmək məzəmmət olunan bir işdir. Amma Umar radiyallahu anh deyir ki, burada fəzilətli bir məqam olduğuna görə mən ancaq bu məqamda yəni arzuladım bunu. Nəyə görə? Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin əzəmətli şəhadətinə görə. Və bəlli bir məsələdir ki, Allah Teala hər bir mömini sevir və Peyğəmbər sallallahu aleyhi və səlləm də hər bir mömini sevir. Yəni bu yəni imanı olan hər bir kəsə aiddir və həmçinin hər bir mömin də Allahı və Rasulunu sevir. Və yəni həmən gecə insanlar artıq özlərinə sual verərək keçirirlər, görəsən bu müjdə kimə aid olacaq? Həqiqətən əzəmətli bir dərəcədir. Fələmmə asbahu qadav alə Rasulillahi sallallahu aleyhi və səlləm. Sabahladıqları zaman Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəlirlər. Kulluhum yarcu ən yu'taha və onlardan hər biri ona veriləcəyini ümid etdiyi halda Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Və erkəndən gəlirlər ki, ola bilsin ona verildi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm isə soruşur ki, Əynə Ali ibn Əbi Talib? Ali ibn Əbi Talib haradadır? Və bu da valinin, başçının rəiyyətini yoxlamasına, maraqlanmasına dəlalət edir və onlar haqqında soruşmasına, haradadır, hallarını öyrənir. Və deyir ki, Ali ibn Əbi Talib haradadır? Qilə və yeştəki ayneyhi. Deyirlər ki, o gözlərinə xəstəlik düşüb. Raməd ey musabən bir ramədi fi ayneyhi. Yəni müəyyən xəstəlik növü var idi, gözə düşürdü. Və o xəstəliyə tutulub. Mə kənə yubsirudlar min şiddəti mə asabə. Yəni o gözə üz verən həmən xəstəlikdən demək olar ki, yolu görmürdü. Yolu görmürdü. Və bəzi rəvayətlərdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onu çağırmaq üçün Sələmə ibn Əkvə'a göndərir. Sələmə ibn Əkvə radiyallahu anhu gedərək onu gətirir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. Yəni Sələmə ibn Əkvə radiyallahu anhu sahabələr içərisində ən güclü qaçan sahabə idi. Atdan da güclü qaçırdı. Fəarsəlu ileyhi fəutiyə bihi. Və gətirirlər Peyğəmbər sallallahu aleyhi və səlləm yanına və Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anh gözlərini tüpürür. Və riquhu aleyhissalatu vesselam kullu men fasala minhu və xarca minhu kullu barakə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bədənindən ayrılan hər bir şeydə bərəkət vardır. Və bu bərəkət də Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır. Ona xasdır, ona aiddir. Bəzi alimlər yəni belə təbərrük məsələsini salihlərə də aid edir, amma buna dəlil yoxdur. Təbərrük məsələsi yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmdən bədənindən ayrılan bir şeyə versin. Və həmçinin burada tövhidə işarə vardır. Allah Teala'nın əlindədir. Həm tüpürür və həmçinin dua edir. Şəfa yalnız onun əlindədir. Ondan başqa şəfa verən yoxdur. Allahümmə Rabbən nəs, əzhibil bəs, işfə əntə şəfi, lə şifə illə şifəuku şifə lə yuqadiru səqamə. Yəni sünnədə gələn dualardandır. Derdi ki, Allahümme, ey Allahım, Rabben nas, insanların əzhibil bəs, xəstəliyi itir. İşfi, şəfa ver. Və əntə şəf, şəfa verən sənsən. Lə şifə illə şifəuk, sənin şəfandan başqa şəfa yoxdur. Şifəən, elə bir şəfa ver ki, lə yuqadiru səqamən, arxada xəstəlik saxlamasın, buraxmasın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm şəfaya malik deyil. Şəfa verən yalnız Allah Teala'dır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir ki, Allah Teala ona şəfa versin. Və bu cümlədən də artıq Allahdan qeyrisinə şəfa məqsədi ilə bağlananların əqidəsinin pozulmasına dəlalət edir. Yəni nə qədər onlar doğru yolda deyirlər. Kən yəqul əmər ya Rasulallah işfini. Məsələn, xəstənin deməsi ki, ey Allahın Rasulü mənə şəfa ver. Və yaxud evliyalardan birini xitab edərək ondan şəfa istəməsi. Bütün bunlar hamısı şirkdir. Çünki şəfa Allah Teala'nın əlindədir. Şəfa verən də yalnız odur.
Əş-Şafi Allahın adlarındandır. Allah Teala'nın adlarından biridir. Şəfa verən yalnız odur. Onun şəfasından başqa da şəfa yoxdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun üçün dua edir. Elə bil ki, onda bu ağrı, xəstəlik heç olmamışdır. O cür sağalır. Və da'a aydan və həmçinin duadır ki, Allahümə ədib anhul harra vəl bard. Allahım ondan bu istiliyi və soyuqluğu apar. Yəni duasında, başqa duasında da keçir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm yəni belə dua edərdi. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm bayrağı ona verir. Və burada qədərə iman vardır. Yəni sahabələrin hamısı məclisə gəlmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm xəbəri elan edəndə, müjdəni elan edəndə hamısı gecə ikən düşünürdülər ki, görəsən o bayraq kimə veriləcək? Hamısı erkəndən gəlir. Hər biri erkəndən gəlir ki, ümid edirdi ki, bayraq ona verilsin. Onlardan heç birinə verilmədi. Əli radiyallahu isə gəlməmişdi heç. Əli radiyallahu anhuya verildi. Və mə kən yaxduru bilbəli ən yu'ta alə-rəy lənnəhu kənə bihi ramət. Və həmçinin heç Əli radiyallahu anh düşünmürdü ki, ona verirlər. Çünki xəstə idi. Yəni bayrağı aparmaq lazımdır. Yəni aparan insan da gözü görməlidir ki, yolu geçsin. Lakin Allah Teala ona təqdir etmişdir. Onun nəsibi idi. Və burada da həmçinin faydalardan odur ki, insan səbəbdən tutarsa, qəlbi ilə səbəbə yönəlməzsə, etimad etməzsə, necə ki, sahabələr etdilər, həris oldular, erkəndən gəldilər. Yəni bu icazəlidir. Hədə fi əl-iman bil qədər və həmçinin burada qədərə iman vardır. Allah Teala'nın təqdirinə. Vəl-ləzi aləl-mər'i fi mislə hədə ən yefəl mə cəə. Və belə bir halda sözsüz ki, insanın üzərinə düşən hədisdə gələni yerinə yetirməsidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, İhris alə mə yənfa'uk. Yəni sənə fayda verənə həris ol. Vəstə'in billah və Allahdan yardım istə və la ta'ciz və aciz olma və in asabəkə şeyun və başına bir iş gələrsə fələ təqul ləv ənni fəaltu kənə kədə və kədə. Demək ki, belə etsəydim belə olardı. Və bu çox mühüm məsələdir. Deməli, insan bir işi faydalı görürsə ona həris olmalıdır. Çalışmalıdır və həmçinin bu işdə Allahdan yardım istəməlidir. Ondan sonra nə oldusa təslim olmalı. Deməməli, belə etsəydim belə olardı. Çünki belə etməsi, belə sözlər deməsi artıq şeytana qapı açır. Fəhədə iltifatu bil qab iləl əsbəb və mə yudrikə ennəkə fəaltə və hədə ləzi təqulu. Və insan artıq belə deyəndə ki, əgər belə etsəydim belə olardı, onda elə çıxır ki, insan qəlbi ilə səbəblərə yönəlmiş olur. Qəlbən səbəblərə yönəlmək olmaz. Bu daha şiddətli olur. Qəlbən insanın səbəblərə yönəlməsi. Və idən fi hədə siyaqil azim. Deməli, bu əzəmətli cümlədə qədərə iman vardır. Yəni, işlər Allah Teala'nın təqdiri ilədədir. Və qulun üzərinə düşən də səbəblərdən düzgün səbəblər və çalışmasıdır. Yalnız Allah Teala'nın təqdir etdiyi baş verəcəkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bayrağı ona verdi. Çünki Allah Teala ona təqdir etmişdi Əli radiyallahu anhuya. Və necə ki, burada müəllifin qeyd etdiyi kimi Əli radiyallahu anhunun fəzilətinə işarə vardır. Bütün əhl-i sünnə, hamısı bilir ki, Əli radiyallahu anh necə fəziləti vardır. Və həmçinin onun yoldaşı Fatimə radiyallahu anh'ın fəziləti vardır. Və həmçinin onların evladları Həsən və Hüseynin fəzilətini əhl-i sünnə bilir və etiraf edir. Və həmçinin əhl-i beytin fəzilətini. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin Qadir Xumda olan tövsiyəsini də qoruyurlar. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın kitabını tövsiyə etmişdir və əhl-i beytini tövsiyə etmişdir. Yəni onlara qarşı qayğılı, diqqətli olmağı tövsiyə etmişdir. Qadir Xumda. Bizdə Qadir Xum deyirlər. Qadir ərəbcə qadirdir. Qadir mənası bölməkə deməkdir. Xum yerin adıdır. Qadir Xum. Yəni Xum gölməkəsinin yanında Peyğəmbər sallallahu aleyhi və səlləm bunu tövsiyə edir. Allahın kitabına möhkəm yapışmağı və əhl-i beyti isə sayğılı olmağı tövsiyə edir. Və əhl-i sünnə a'zamun nas hifzan. Yəni əhl-i sünnə yəni bu vəsiyyəti ən güclü qoruyan kimsə. Əhl-i beytin fəzilətini, dərəcəsini ən yaxşı bilən elə əhl-i sünnədir. Qoruyan da əhl-i sünnədir.
Ve aqul fi hadal maqam şehadet haqqın ataqarrabu ila Allah ve Teala bi ilanihi an hadal imam müceddid. Deməli, Muhammed ibn Abdülvahhab rahimehullah həmçinin sadiq sevgisiyle tanınan bir kimseydi Əhl-i Beytə. Yani onun kitablarını, onun xəbərini, tərcümeyi halını oxuyan bunu açıq aydın bilir. Ama o ki qaldı ona düşmənçilik edən kimsələrin xəbərlərinə gəldikdə isə bu tam əksinədir. Allah Teala buyurur ki, fasih sizə bir xəbər gətirdiyi zaman yani onu aydınlaşdırın. Deməli, yani Əhl-i Beytin fəziləti öz yerində, amma ki qaldı onları ilahlıq dərəcəsinə qaldırmaq, yəni bu başqa məsələdir. Onlardan şəfa, evlad, ruzi, digər işlərin istənilməsi bu məxluqu Allaha bərabər tutmaq sayılır. Deməli, fəziləti bilmək və onların yolunu getməyə çalışmaq bu başqa şeydir. Onları sevmək başqa bir şeydir. Ama bir də var ki, onları ilahlaşdırmaq başqa bir şeydir. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm bayrağı verir, deyir ki, unfud alə rislik. Yəni, sən ihmalca, sakitcə get döyüş meydanına çatana qədər. Hətta tənzilə bi səhətihim. Yəni, onlara yaxınlaşana qədər sakitcə get. Və sonra ud'uhum iləl-İslam. Onları İslama çağırır. Deməli, o hədisin dəlil olan hissəsi burasıdır. Yəni, la ilahe illallah şəhadətinə dəvət etmək, çağırmaq bölümünə dəlil olan hissəsi budur. Görün, əvvəlində qissə var, amma axırında gəlir ki, sən sakitcə get, döyüş meydanına çatdığın zaman, onlara yaxınlaşdığın zaman, onları la ilahe illallah şəhadətinə, tövhidə çağır, İslama çağır. Yəni, Allah Teala'nın onların üzərində olan vacib haqqını xəbər ver. Və tövhid də işin başıdır. İşin başı tövhiddir. Necə ki, Muaz radiyallahu anh hədisində buyurur ki, Ələ uxbiruka bir asil əmri kulli və amudihi və dirvəti sənabihi. Deyir ki, sənə işin başını, onun dirəyini və onun hörgücünün zirvəsini xəbər verirmi? Və Muaz radiyallahu anh deyir ki, bəli ey Allahın Rasulü, deyir ki, Rəsul əmri əl-İslam, işin başı İslamdır və onun dayağı namazdır, onun hörgücünün zirvəsi isə cihaddır. Və burada işin başı İslam deyildiği zaman nəzər tutulan nədir? Tövhiddir. La ilahe illallah Muhammedun Rasulullah şəhadətidir. Deməli, dəvətdə də ilk başlanılan elə budur. Və İbn Abbas radiyallahu anh hədisində də keçdi ki, Muaz radiyallahu anh'a deyir ki, sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, ilk çağırdığın onları tövhid olsun. La ilahe illallah şəhadəti olsun və Allahı təkləşdirmələri olsun. Şəhadət tövhid. Yəni Allah Teala'nı ibadətdə təkləşdirir. Və Muhammedun Rasulullah şəhadəti isə tabiçilikdə Peyğəmbər sallallahu aleyhi və səlləmi təkləşdirməkdir. Deməli, la ilahe illallah şəhadəti ibadətdə Allahı təkləşdirmək və Muhammedun Rasulullah şəhadəti isə tabiçilikdə Peyğəmbər sallallahu aleyhi və səlləm təkləşdirmək. Yəni, insan yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmazdır. Buna deyilir, tevhidul mursili və tevhidul mursali. Mursilliyi təkləşdirmək, bir də mursəli təkləşdirmək. Mursəl kimdir? Mürsəl. Var mursil, göndərəndir. Mursəl, göndərilən. Və mursili təkləşdirmək, yəni Allahı təkləşdirmək, mursəl isə sallallahu aleyhi və səlləmi təkləşdirmək. Nədə təkləşdirmək? Tabiçilikdə. İbadətdə isə Allahı təkləşdirmək. Və ona görə insan Allah'a şərik qoşarsa, la ilahe illallahı pozmuş olur. Və yeniliklere yol verərsə, artıq Muhammedun Rasulullah şəhadətinə xələl gətirmiş olur. Və ona görə buyurur ki, ud'uhum iləl-İslam, sən onları İslama çağır. Yəni, la ilahe illallah şəhadətinə, Muhammed Rasulullah şəhadətinə, dini yalnız Allaha aid edərək ibadət etməyə çağır. Və axbirhum bimə yecib aleyhi min haqqillahi teala fihi. Allah Teala onların üzərində olan vacib haqqını onlara xəbər ver. Yəni, onlar şəhadəti qəbul etdilərsə, İslamı qəbul etdilərsə, ondan sonra digər vacibləri onlara xəbər ver. Yəni, tədricən öyrədilməlidir. Yəni, vaciblər birdən-birə hamısı deyilməməlidir. Yəni, tədricən, la ilahe illallah qəbul etdilərsə, sonra namaz. Namazla yanaşı digər vaciblər də var. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm demədi ki, namazda deyil, digər vacib filan vaciblər yox. Namazı. Namaza başlasın, sonra digər vaciblərə keçmək olur. Amma bəzən olur ki, insan başlayır, bütün vacibləri saymağa başlayır. Onu eşidən insan digər lazım deyil.
Yəni insan belə dəvətlə insanları daha da uzaqlaşdırmış olur. Və sonra buyurur ki, "Fəvallahi, Allaha and olsun ki, lə en yehdiyallahu bika raculan vahidən." Allah Teala'nın sənin səbəbinlə bir insanı hidayət etməsi xeyrun laka min humrin na'am. Sənin üçün qırmızı dəvə sürüsündən daha xeyirlidir. Yəni qırmızı dəvələr o vaxtda ən qiymətli dəvələr sayılırdı. Onların sahib olduğu ən qiymətli dəvələr. Yəni bu da onu bildirir ki, bir insanın hidayət olması sənin səbəbinlə dünya və içərisindəkilərdən daha xeyirlidir. Çünki qırmızı dəvələr dünya içərisində ən qiymətli mal sayılırdı. Demək, bir insana səbəb olmağın ondan daha xeyirlidir. İnsana malik olduğu ən qiymətli şeydən daha xeyirlidir. Bu da dəvətin fəzilətini, dəvətçilərin fəzilətinə dəlalət edir. Yəni Allahın yoluna çağıranların və həmçinin onların Allah qatında olan savabının böyüklüyünə dəlalət edir. Xeyrun min humrin na'am. Yəni qırmızı dəvə sürüsündən daha xeyir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bunu bu mənanı yaxınlaşdırmaq üçün deyir. Amma o ki qaldı axirət savabı, Allah Teala'nın hazırladığı mükafatlar heç dünyada olanlar müqayisə oluna bilməz. Çünki Allah Teala buyurur ki: "Fələ ta'lamu nefsun ma ukhfiya lahum min qurrati a'yun." Yəni heç bir kəs bilmir ki, göz oxşayan hansı nemətlərin cənnətdə hazırlandığını heç bir kəs bilmir. Yəni gizlədilib saxlanmışdır. Və başqa hədisdə də gəlir ki, "Fiha ma la aynun ra'at." Orada heç bir gözün görmədiyi, və la udunun səmiyyət, heç bir qulağın eşitmədiyi, və la xatara ala qalbi bəşər və heç bir bəşər qəlbinin duymadığı nemətlər vardır. Və müəyyən nemətlər ayələrdə də keçir və müəyyən nemətləri Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində də keçir. Amma burada Allah Teala deyir ki, elə nemətlər var ki, xəbər verilməyib. Ona görə alimlər buyurur ki, haqqında xəbər verilməyənlər haqqında xəbər verilənlərdən daha əzəmətlidir. Və buradan da əlavə fayda olaraq çıxır ki, bu mükafat kimlər üçün gizlədilib? Gecə namazı qılanlar. Hansı gecə onlar insanlar yatdığı zaman tətəcəfə cunubuhum anil madaci yed'una rabbahum xawfan və tama'a. Qorxu və ümid içərisində yataqlarından qalxaraq dua edərlər, ibadət edərlər və onlara verdiyimiz ruzidən xərcləyərlər. Deməli onların əməlləri gizli olduğuna görə Allah Teala onların mükafatını da gizli saxlamışdır. Demək, gizli saxlanan mükafatlar daha şiddətlidir, daha böyükdür. Və həmçinin də burada da yenə yaxınlaşdırmaq üçündür. Ən nəfs mutatalli'a, yəni insan nəfsi dünya ticarətində görürsən ki, irəli getmək istəyir və dünya qazanclarında ötüşür və bunun daha artmasını istəyir. Və ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlaşdırmaq üçün hidayətin savabını, amma ki qaldı belə üstünlük baxımından heç müqayisə olunacaq dərəcə deyil. Başqa bir hədisdə gəlir ki, "Və laqabu qawsi ahadikum", yəni sizdən birinin yayının yarısı. Deməli yay, məsələn 1 metrədirsə, qab əl tutan yerdir. Qab əl tutan yerlə bir tərəfi. Deməli 1 metrədirsə, demək yarım metr. Yəni cənnətdən yarım metrə dünya və içərisindəkilərdən daha üstündür. Yarım metrə cənnətdən bir yer dünya və içərisindəkilərdən daha yəni üstündür. Yəni ona müqayisə olunacaq dərəcədə deyil. Dünya nemətləri ilə, yəni cənnət nemətləri o dərəcədə üstündür. Və Allah Teala da belə mükafatlandırır insanların hidayətinə səbəb olan kimsəni və bu da qəlbləri hərəkətə gətirən bir fəzilətdir ki, insan gərək insanları bəsirət üzərində, elm üzərində dəvət etsin və dəvətində ixlaslı olsun və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna tabi olsun. Və bundan sonra məsələlər gəlir. Bu hədislərdən və ayələrdən alınan faydalar gəlir. Ona keçməzdən əvvəl inşallah sualları götürək və onları növbəti dərsdə götürərik.